ay Allah üçün oruç tutanlar, ay yalnız özünü düşünməyənlər, bəşəriyyəti düşünənlər. İttəqullah, təqvalı olun. Yec'alləkum furqanən. Furqan verərəm sizə. Furqan nədir? Fərq qoya bilərsiniz. Haqqı batildən ayırarsınız. Səhvi düzü anlayarsınız. Xeyri şərdən seçərsiniz. Gözün açılar. Gözün açılar. Yukəffirənkum seyyatikum. Silərəm günahlarınızı. Və yəğfir ləkum. Bağışlayaram sizi. Axırına baxın. Vallahu zülfəzlil əzim. Mən zülfəzləm ha. Allahu Ekber. Sanki mesaj nə verdi mənə? Sənə ki furqan verirəm ha. Furqan nədir? Bəsirət, haqqı batildən ayırırsan ha. Haqqı batildən ayırmaq çox böyük lütfüdür ya. Dünya hara o hara. Dünya hara o hara. Sən düzlə səhvi görə bilirsən. Pislə yaxşını görə bilirsən. Sən haqqı batildən ayıra bilirsən. Səhvi düzdən ayıra bilirsən. Səndə bu baxış var və bu eyni ilə aləmə baxa bilirsən. Sənə zülfəzləm mən. İndi adam bu cürünə olandan sonra başa düşür ki, ay Allah, sən demə Allah məndən fəzli ilə davranır, mənim heç xəbərim yox imiş. Qurban olarım sənə. Sənin lütfün idi, mən bilməzdim. Sən elədin bunu. Sən başa saldın mənə. İnsan, bu ayə insana verdi, mesaj verdi ki, Furqanın yolu o addan keçir. O adla ünsiyyət çox qur. O addan. O adla ünsiyyət qurmağı dedimsə, ya'murukum bil ədli vəl ihsan. Ayənin də əvvəli buyur, ya eyyuhəllezine amanu ittəqullah. Təqvavuz olsun gərək. Təqvavuz olsun ki, gərək niyəsiz bir yerlərə yetişəsiz.